70 min nəfəri Musa əleyhissalam çıxartdı. 7-8 il idi, quraqlıq idi, su yox idi, qurumuşdu hər yan. 70 min adamla səhralara üst tutdu ki, yağış istəsin. Allah dedi ki, bu qədər adamı yığıb gətirmirsən, bəli. Bütün bu 70 min insan, bu 70 min adam getsin bir nəfərə təvəssül eləsin. Bir nəfər var. Ona getsinlər, desinlər, o dua eləsə yağış yağdıracaq. Adını da dedi, yazmadım, yadımdan çıxdı. Ha dedim, yazaram axşama yaxın, yadımdan çıxdı. Fərqi yoxdur, adı önəmli deyil. Bir nəfər deyir var, o bir nəfərin duasına Allah yağış yağdıracaq. 70 min adam məəttəl qalıb. Həzrəti Musa dedi, o kimdir? Düzdür, Peyğəmbər istərindədir, amma Allah istəyir ki, ümmətin özü dəyişsin. Söhbət ondan gedir. Dedi, get tap. Həzrəti Musa qapı-qapı gedir, Allah dostunu axtarır. Gördü, bizim dildə bir söz var, çəlimsiz adam. Bir arıq, çəlimsiz, qaradərili bir qulamdır. Alnında səcdə izi var. Peyğəmbər baxan kimi dedi, bu olacaq, bu. Dedi ki, sən filan kəssən, dedi, hə. Dedi, nə olub? Ay Allahın Peyğəmbəri. Dedi ki, heç nə, yağışın yağmağı sənin duandan asılıdır. Əlini qaldırdı duaya, sadə dedi. Dedi, ilahi, buludların suyu tükənib. Günahlara görə qəzəblənmisən. Rəhməti sən yaratmamsan. Bu günahkarları sən yaratmamsan. Mərhəmət səndən deyil. Danışdı, deyir, duası bitməmiş, leysan yağmağa başladı. Yağış yağmağa başladı.